Şükür olsun, izzət olsun Rəbbimizə. Həqiqətən Rəbb bizə hər zaman hər şeydən zövq almağımızı deyir. Hər şeydən yeyib içdikcə bir damla suyu belə qəbul etdikcə zövq alaq. Yaşamımızın hər anında sabah gözlərimizi açanda, bu səmanı görəndə, evimizi görəndə, ev əhlini görəndə, insanları görəndə, hər şeyi görəndə zövq almağı bacara bilək. Kəlam dönə-dönə bizə deyir ki, həyatdan zövq alın. Həqiqətən bu həyatı Rəbb bizə verdi. Biz yaşadığımız hər andan zövq alaq. Danışığımız, hərəkətimiz, yaşamımız, ağzımızdan çıxan hər söz insanları təmin etmək üçün deyil, Rəbbi sevindirmək üçün olsun. Qoy ağzımız, dilimiz məhz olunsun ki, hər zaman Rəbb bizim davranışımızda, yaşamımızda, ağzımızdan çıxan sözdə hər zaman sevinsin, bu mənim övladımdır. İnsanları sevindirmək üçün yaşamayaq. Rəbbi sevindirmək üçün yaşayaq. Çünki biz onun övladlarıyıq. Biz artıq dünyadan deyilik. Heç bir vaxt pislik qarşısında yaşamayaq. Heç bir vaxt heç bir kəsə yan gözlə baxmayaq. Hər şeydən zövq alın deyir, insanları belə sevindirməkdən zövq almağı bacara bilək. Hər zaman və hər zaman. O zövq ancaq və ancaq Rəbdən gələn bir zövq olsun. Dünya zövqü olmasın. İsa'nın ismiyle. Bu yer üzərində nə varsa hər şey puçdur. Heç bir şey əbədi deyil. Əbədi qalan yeganə əbədiyyatdır. Və biz bu əbədiyyatın övladlarıyıq artıq. Qoy hər bir xəstəlik, hər bir ağrı, bədənimizdə nə varsa, nə düşüncənizdə keçirirsinizsə, nə yaşayırsınızsa, İsa Məsih adıyla diləyirəm və istəyirəm. Adlardan ucu olan atamın adıyla diləyirəm. Sevgi dolu, bizim üçün canını fəda edən, çarmıxa gedən, Xudabəndimizin, kül ixtiyarımızın adıyla diləyirəm. Qoy bədənimiz Rəbbin toxunuşuyla canlansın, diri olsun. Bizim Rəbbimiz diridir. Bizim orqanlarımızda heç bir şey ölü ola bilməz, xəstə ola bilməz. Çünki Rəbb gəldi bizi dünyanın məhkumluğundan, bu xəstəlik də olsa, yoxsulluq da olsa, işsizlik də olsa, zövqsüzlük də olsa, hər bir şeyindən bizi qurtardı, bizi aldı. Öz fədakarlığını bizə göstərdi. Qoy biz bu yer üzərində o Rəbbin fədakarlığında yaşayaq. Hər anımızda, hər saniyəmizdə. Ya Rəbb, sən mənimləsən, mən qorxmaram. Nədən qorxaram? Ürəyim təlaş etmə. Çünki Rəbb, sən mənimləsən. Mən təlaşda yaşaya bilmərəm. Mənim streslərimi, mənim nəyim vardısa, hər bir şeyi sən çarmıqda fəda etdin öz canınla. Onları bağladın. Onların ağzına elə bir qıfıl qovurdun ki, onlar heç bir vaxt açıla bilməz. Sənin vasitənlə mən həyat aldım. Qoy hər bir kəs öz imtiyazlarını həyatında icra etsin. Verilən bütün kəlamın vədləri həyatımızda icra olunsun. Rəbb gözəldir. Rəbb şirindir, Rəbb dadlıdır. O deyir ki, dadın məni və görün. Qoy hər bir kəs dadsın, görsün, yaşasın. Qoy hər şeydən zövq alsın. Hər birimiz, hər bir nemətdən, havadan, sudan, hər şeydən, gördüyünüz, baxdığınız, gözlərimizdən belə zövq alın. Nə yaxşı ki, mənim bu gözlərim var. Baxmaq üçün, görmək üçün. Qoy sizin gözləriniz daimi yaxşı şeylərə baxsın. Zövq alan şeylərə baxsın. Qoy qulaqlarınız hər zaman gözəl səsləri eşitsin. Zövq alan səsləri eşitsin. Bugün mən İsa Məsih adıyla, adlardan ucu olan adıyla, həyatımızda olan işsizliyi, yoxsulluğu, bankları, kreditləri, xəstəlikləri, ümidsizliyi, inamsızlığı, imansızlığı,
Hər bir şər ruhu, hər bir cadugarlıq ruhunu, həyatınızda, düşüncənizdə Rəbdən olmayan nə varsa, hamısını və hamısını İsa Məsih adıyla, yerin göyün sahibinin adıyla, bizim üçün çarmıxa gedən atanın adıyla bağlayıram və hamısını sizin əlinizdən alıb, hamısını və hamısını Rəbbin ayaqları altına sərirəm. İsa Məsih ismi ilə. Qoy həyatlarımız Rəbbin gözəlliyi ilə dolsun. İsa Məsih adıyla. Qoy düşüncələrimiz təmizlənsin. Qoy sulanmış, şumlanmış bir torpağa çevriləsiniz. Daimi barlı, bəhərli, daimi zərərli maddələrdən təmizlənmiş, daimi cildən təmizlənmiş, məhsuldar bir torpağa dönəsiniz. Barlı, bəhərli olasınız. İsa Məsih ismiyle. Çünki Məsih sizi aldı bütün bu vəziyyətlərdən. Dedi İsa Məsihdə olanlara heç bir məhkumluq yoxdur. Hər bir məhkumiyyət qoy ayaqlar altında qalsın. İsa'nın ismində və adında. Qoy hər zaman insanların deyil, Rəbbin sözünü dinləyəsiniz. Rəbbin sözü itağızlı bir qılıncdır. O qılınc qoy işə düşsün sizin həyatlarınızda. Bütün ətrafınızı, içinizi, daxilinizi natəmizlikdən təmizləsin. Qoy beyniniz, düşüncəniz o qılıncla şumlanmış torpağa çevrilsin. İsa Məsih ismi ilə. Dua edirəm. Ya Rəbb, sənin əllərinə verirəm. Dinləyən hər bir kəsin ürəyinə sənin məhəbbətin axsın, sənin sevgin axsın. Qoy dinləyən hər bir kəs amin desin. Qoy hər bir kəs ata, oğul, müqəddəs ruh naminə amin desin. Razılaşıram desin. Mənə heç bir məhkumluq yoxdur. Qoy hər bir kəsin ağlı, düşüncəsi təmizlənsin. İsa Məsih ismi ilə. Mən səni istəyirəm, sən mənim üçün bir hədiyyəsən. Səni istəyirəm, sən mənə əlindən ver o hədiyyələri. İstəklərim, arzularım, planlarım sən sayəndə gerçəkləşsin, sən sayəndə xeyrdalansın. Bunları istəyirəm səndən ya Rəbb. İnsandan deyil, səndən istəyirəm. Sən ən yaxşı hədiyyəsən, ən yaxşı hədiyyə verənsən. Həqiqətən də o verəndir, şükür ona. İnsanlar bunu anlamır, başa düşmür. Həqiqətən də onlar necə iblisin əlindədirlər də. Bunu bəzən imanlar başa düşmür. Mən hardayam? Mən necə gözəl bir həyatın içindəyəm? Bunu anlamaq çətin deyil. Sadəcə anlamaq istəmirlər. Bu həyatın ləzzətini tam dadıb anlaya bilmirlər ki, biz əsas o iblisin əlindən qurtardıq. Düzdür, çətinliklər olur, sıxıntılar olur. İblis dayanmır, iblisin hücumları var. Bizim böyüməyimiz üçün sınaqlarımız var, inkişaf etməyimiz var. Yəni, bunların hamısında biz belə sevinclə keçməliyik də bu yerlərdən, sevinclə, həqiqətən də. Rəbbə şükür olsun, izzət olsun. Qoy bu sevinç, bu bəxtəvərlik, bu xoşbəxtlik, heç bir bəxtəvərlik buna bənzəmir. İnsanlar bir maşın alanda sevinir, məsələn, bir ev alanda və yaxud nəysə bir toyları olanda, nəysə, çox şeylər var və onlar sevinirlər. Ancaq əsas sevinç Məsihdə olduğumuz üçündür, başa düşün. Məsihdə olduğumuz üçün biz o qədər bəxtəvər, o qədər xoşbəxtik ki, nə etsək, onun sevincini yaşaya bilirik. Onun sevincində irəliləyə bilirik. Bu, heç bir sevincə bənzəmir. Heç bir şeyə bənzəmir. Şükürlər olsun, izzət olsun Rəbbə. Beynimizə, içimizə, daxilimizə bir şey gələndə, məsələdə bəzən durursan, görürsən ki, ağırlıq var, yuxudan ayılırsan, hansısa bir orqanında sanki bir ağırlıq var və yaxud durmaq istəmirsən. Nəysə da, o vaxt siz kəlam bilsəz, tez kəlamı deyəcəksiniz. Məsələn, İsa Məsihin yaralarında mən şəfalıyam, mən şəfalıyam, mən şəfalıyam, mən şəfalıyam.
sanki bütün o dünyəvi ruhların üzərlərində siz bəyan edirsiniz onu. O ruhlar sizə verir o xəstəliyi və siz dedikcə o qaçacaq. O qaçacaq. Kəlam deyib ha bunu, deyib ki, əgər siz əmr etsəniz onlar qaçacaqdır. Bizim ağzımızın bir səlahiyyəti var. Həqiqətdə bu belədir ki, biz elə bil ki, məyus olsaq, belə olsaq, onda o gələcək daha da bizim üzərimizə başçılığını, hökmranlığını quracaq. Yox, biz belə Rəbblə tam onun kəlamı ilə yaşayanda, yəni heç nə olmasa da kəlamı iqrar edin, o qədər beyniniz, ruhunuz o kəlamla dolsun və o zaman hər şey tamam başqa olacaq. İnanın ki. İnanırsınız, hərdən düşünürəm ki, bir insan, yəni insan olaraq da Rəbbi tanıyır. Az da olsa onu tanıyır. Bax, mən çox da demirəm, ha, az deyirəm. Onu tanıyır. Onun bütün, necə deyir, təlimindən, tərbiyəsindən xəbərdardır. Baxın, nə yerdə, nə göydə. Məsihin verdiyi tərbiyə qədər heç bir yerdə tərbiyə yoxdur. Kimsə gəlsin desin ki, bax, burada mən bir perseniya tapa bilirəm ki, burada İsa niyə bunu belə deyib? Məsələn, biz başqa dinlərə, başqa ölkələrin də, yəni, inanclarına baxanda görürük ki, o qədər vəhşicəsinə bir şeylər var ki, və vəhşicəsinə olan bir şey necə Allahdan ola bilər? Bir özünüz düşünün. Yəni, biz həqiqətən də bu təlimi, tərbiyəni öyrəndikcə, bunda bir dənə perseniya heç kim tapa bilməz. Heç kim tuta bilməz. Həqiqətən, ha. Ancaq bunların hamısı ruhda bizə açılmalıdır. Əgər ruhda bizə açılmasa, biz onu tam anlaya bilmirik. Ona görə ruhla ünsiyyətdə olun. Nə qədər siz çox ruhla ünsiyyətdə olacaqsınız, bax, belə deyim də sizə, dünyada olan İsa ilə deyil. İsa 100% yer üzərində İsa idi. İnsan kimi 100% baxın. Ancaq yenə də bir dənə qüsur etmədi. Yenə də bir dənə də olsun o səhvə yol vermədi. Bax, bir dənə daha. Ancaq 100% insan olaraq İsa kimi deyil. 100% Allah olaraq İsa'nı tanımalısınız. O ruhu tanımalısınız. Çünki biz ruhaniyik. Ruhani insan, ruhani düşünməsi lazım. Ruhani fikirlərlə yaşaması lazım. Əgər siz 100% insan kimi İsa Məsihi düşünsəniz, onda heç nə ala bilməyəcəksiniz. Ancaq siz o İsa'nı ki, hansı ki öldü və dirildi və sizin üçün həyat verdi, yaşam verdi. Ölümü ilə günahı tamamilə sizin həyatınızdan aldı. Sizə həyat verdi, yaşam verdi, təlim verdi, tərbiyə verdi. Bax, onu anlamalısınız. Onun arxasıca getməlisiniz. O ruhla həyat yaşamalısınız. O ruhla ürəyiniz döyünməlidir. Bax, demək istəyirəm ki, əgər bir insan o ruhu tanıyırsa, heç bir vaxt dünyaya gedə bilməz. Heç bir vaxt dünyəvi işlərlə məşğul ola bilməz. İnanın, ona yer versəniz, inanın, onunla yol geçsəniz, ona inansanız və həyatınız çəşlənəcək. Mən demirəm ki, bu dəqiqə sizin həyatlarınızda hər şey və hər şey 4-4, 5-5 olacaq. Yox. Çünki kəlam bizə öyrətdi. Bu yer üzərində sizin çətinlikləriniz, sıxıntılarınız olacaq. Ancaq o çətinliklərdə Rəbbə güvənməyi biləcəksiniz. Rəbblə yaşamağı biləcəksiniz. Rəbblə addımlamağı biləcəksiniz. O problemləri ayaqlar altında qoyub keçməyi biləcəksiniz. İsa artıq sizin həyatınızın bir qurtarıcısı olması lazım. Xilaskarı olması lazım. Allahı olması lazım. Yaradılışı olması lazım. Memarı olması lazım. O zaman siz həyatınız tamamilə dəyişməyə başlayır. O zaman siz artıq ondan əl çəkə bilmirsiniz. Çünki sizi bağlayan ona bir şey var. Çünki sizi o necə çox sevir. Necə sizə öyrədir. Necə sizi mükəmməl edir. Necə sizi keyfiyyətli edir. Halleluya, şükürlər olsun, izzət olsun Rəbbə. Minnətdarıq biz ona, ya Rəbb.
Həqiqətən ona minnətdarıq ki, o bizə görə yer üzərinə gəldi və bizi bir insan olaraq bizi bu dünyanın buxovundan, zincirindən qurtardı, bizə ruhani anlamı öyrətdi. Ruhani yaşamı öyrətdi. Əbədiyyəti açdı bizim üçün. Cənnətin qapılarını açdı bizim üçün. Bizi bu yer üzərində də, gələcəyimiz də özü qurdu. Və bizə dedi, gəlin mənim arxamca. Bizə ağır bir söz demədi. Gəlin dedi mənim arxamca. Məni tərk etməyin. Haçan ki biz onu tərk edirik, o zaman çətinliklər, sıxıntılar, dünyəvi yaşam başlayır bizim həyatımızda. Nə iş görürüksə, baxın, bir çay içirsinizsə, bir su içirsinizsə, əlinizdən gələn nə edirsinizsə, sadəcə bir göyərti yeri təmizləyib, ora göyərti əkirsinizsə, onu belə İsa ilə başlayın. Əlinizdə olan o, necə deyirlər axı, o yeri qazan və yaxud o toxumu səpən əlləriniz qoy Rəbbinə işləsin. Və yaxud nə isə bir şeyə baxırsınız. Televizorda və yaxud telefonunuzda. Nəyə baxırsınız, baxın. Hər zaman düşünün. Bu həqiqətən də Rəbbi sevindirirmi? Bu həqiqətən də mənə xeyir gətirirmi? Yoxsa mənə zərər verir? Yoxsa mənim vaxtımı alır? Axı bu yer üzərində biz çox qısa bir həyat yaşayırıq. Nədən o qısa həyatın yarısını da götürüb boş şeylərə sərf edək? Hə? Ona görə də oturuşumuza, duruşumuza, davranışımıza, vaxtımıza qənaət edək. Bu yer üzərində. İsa Məsihin ismi ilə. Hər birimizin çək atmasını diləyirəm, istəyirəm. Hər birimizin hər yöndə Rəblə yeriməsini istəyirəm. Diləyirəm, istəyirəm. Hər birimiz üçün Rəbbə yalvarıram. Rəbdən istəyirəm, ya Rəbb, böyüt onları. Sula onları, becər onları. Qoy sidr ağacı kimi qalxsınlar, yüksəlsinlər. Qoy öz fikirləri ilə, düşüncələri ilə yaşamasınlar. Qoy bir kəlam belə gələndə onlara, o kəlamın düzgün təlimini anlaya bilsinlər. İsa'nın ismində və adında. Haleluya.